Deməli, gəlin sizinlə 11-ci sinifin ümumi sınaq testlərindən bir neçəsinin izahına baxaq. Burada 5-ci test çox maraqlı testdir. Demək olar ki, 90% uşağın səhv yazdığı ya da yazanda çətinlik çəkdikləri testlərdən biridir. Gəlin baxaq diqqətlə. Baxın, it was such a useful. Burada sizin əsas diqqət etməli olduğunuz e artiklıdır. Nə üçün? Çünki e artiklı biz bilirik ki, sayılan isimlərin, sayılan tək isimlərin qarşısında işlənir. Deməli, information özü burada yazılsa, onda information aid olacaqdır. Amma biz bilirik ki, information sayılmır və article qəbul etmir. Ona görə də A bəndini əliyirik. Keçirəm C bəndinə. Burada B bəndi düzgündür, heç bir problem yoxdur. Çünki burada E artiklı pis sözünə aid olacaq. Yəni pis söz biz bilirik ki, numerativ sözdür. Bütün numerativ sözlər sayılır və cəmlənir. Burada da E artiklı tək işlədiyinə görə pis tək işlədir. Deməli, düzgün cavabımız B bəndidir. C bəndində isə E pisdirsə aid olacaq dəyər yazsaq, onda da biz deyirik ki, E ilə cəm isim işlədə bilmərik. Information sayılmadığına görə zaten cəmlənə bilməz. Deməli, düzgün cavabımız olacaqdır B bəndi. Baxırıq 6-cı testimizə. Burada bizdən yiyəli çal istəyir. Birinci söz birləşməsində the bird's nest, quşun yuvası. Burada heç bir yanlışlıq yoxdur, düzgündür. İkincidə biz demişik kökündən dəyişilərək cəmlənən isimlərin yiyəli halı apostrofis vasitəsilə düzəlir, yanlışdır. Yenə də child da kökündən dəyişilərək cəmlənən isimlərdəndir, o da apostrofislə düzəlir, yanlışdır. Deməli, sweater burada kökündən dəyişilərək cəmlənən isimdir və apostrofislə düzəldiyinə görə doğrudur. Burada da workers demands, işçilərin tələbləri, burada da heç bir yanlışlıq yoxdur, düzgündür. 1, 4, 5 düzgün variantlı cavabımız A bəndi.